أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولا حول ولا قوة إلا بالله العلي العظيم وصلى الله على سيدنا وسيد المرسلين وعلى أهل بيته الأطيبين سيما بقية الله في الأراضين روحي وأرواح العالمين لتراب مقدمه فداه واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين أما بعد عباد الله أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر ونظم أمركم بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانيك هو الأبتر صدق الله العلي العظيم. Allah bendeleri evvel özümü, sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam intizama, Allah bəyənən şəkildə düşünüb, Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin. Allah təbarək və Teala zamanın mənəvi günəşi İmam-ı Zaman aleyhisselamın zuhurunu tezləşdirsin və bizi o zuhura hazırlanlardan qərar versin. Zuhuru yubadan günahlarımızı, təqsiratımızı əff eləsin və günah etməməkdə bizlərə tövfiq inayət eləsin. Əziz qardaşlarım, bacılarım, mən eşidənlər, elmi öyrənməyin bir yolu sual eləməkdən keçir. Ancaq bəzən suallar hamısı da faydalı olmur. Bəzən insan həyatında faydasız suallar çox olur. Lazım olmayan, dəyərsiz suallar çox olur. Quran-ı Kərimdə Müteal Allah Maidə surəsinin 101-ci ayəsində buyurur. Ya eyyühəl-ləzīnə āmenū la təs'əlu an əşyâin tubdə ləkum tə'su'ukum. Sadaqallah. Müteal Allah buyurur, ay iman gətirənlər, sizə bəlli olanda qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Bir şey ki, onu soruşacaqsan, üstünə gedəcəksən, öyrənəndən sonra səni narahat edəcək, halı pozacaq, qanı qaraldacaq, belə narahat edici sualları soruşmayın, boşa verin. Quran nazil olan vaxtda Peyğəmbərə çox sual verirdilər. Bəzi sualları Allah təyid edib, bəyənləyib, cavab verib Allah özü. Bəzilərinə isə Allah Rəsulu görün necə cavab verir. Çox suallar verirdilər. O vaxtda Peyğəmbərə ki sual verildi, Peyğəmbərimiz cavabını verirdi, cavab verən kimi hökmə keçirdi. Peyğəmbərin cavabını Allah təsdiqləyirdi və olurdu hökm. Bir gün Peyğəmbərimiz sallallahu aleyhi ve sellem həcci əmr eləyir, həccdən danışır, qarşıdan həcc mərasimi gəlir, Allah arzusunda olanlara nəsib eləsin, hacılarımızı səlamət aparsın, səlamət qaytarsın inşallah. Mihsan Əl-Əsədi adında bir kişi soruşdu, ya Resulallah həcci əmr eləyirsən, bu hər il bizə vacibdir, yoxsa elə bir dəfə, həcc bir dəfə vacibdir, qalan illərdə müstəhəbdir. Allah Rəsulu buyurdu, sən soruşursan məndən hər il vacibdir, indi mən cavab versəm hər il Allah onu hökmə keçirdəcək və hər il vacib edəcək və siz çətinliyə düşəcəksiniz. Əgər əmrə itaat eləməsəz, getməsəz, yolunuzu azmışlardan olacaqsınız. Bəzi suallar, axı Allah Rəsulü əmr edir, həccə gedin, da soruşma ki, hər il gedim ya yox, hökmə keçir. Bunun və ya Bəni İsrail, Musa Peyğəmbər, bilirsiniz, Bəqərə surəsinin, istəmirəm onlara xırda işarə edib keçəcəm, o barədə danışmıram. Bəqərə surəsi İnək surəsidir adı. İnək adlanmağının mənası budur ki, Bəni İsraildə bir nəfər başqasının qatili oldu. Musa Peyğəmbərdən gəldilər, istədilər qatili, ya Peyğəmbər, səndir, Allahın Peyğəmbərsən. Allah əmr edib bir dənə inək kəssinlər, ətin vursunlar, o ölənə, o qalxıb şəhadət verəcək kimdir öldürən qatil. Bunlar Allah burada inək, bəqərə kəssinlər, inək kəssinlər. Bəni İsrail soruşdu, rəngi necə olsun? Allah Teala böyle səfra qızılı sarı olsun,
baxanda təsərrün nadirin, baxanda baxışları heyran qoysun. Yenə də əl çəkmədilər. Sonra necə olsun? Allah Teala buyurur, cüt görməsin, belə bu yaşda olsun filan filan. Əgər birinci deyəndə elə istənilən nəyi kəssəydilər qəbuldur. Amma sual eləməklə özlərini çətinliyə saldı. İkinci mərhələ sualda bu məsələdir. Amma Quranda suallar barəsində mövzum buradan başlamışam, ayrı bir yerdədir mövzum. Amma istəyirəm bir kişiyə, bir möminlərin əmirinə bir sual verilib. O sualdan danışacağım, cavabından, ona görə sualdan başladım. Özüm üçün fürsət bildim. Suallar, çünki parazit suallar var, pərt eləmək üçün olan suallar var, üzr istəyirəm, mənasız suallar var. Fürsət bildim bunu öz aramızda müzakirə eləyək. Amma Quran-ı Kərimdə o sualların ki, dəyərləri var, Allah onlara cavab verir. Məsələn, onların bir neçəsini mən qeyd eləmişəm. Yəsəlunəkə, ya Peyğəmbər, səndən sual eləyirlər. Səndən soruşurlar. Məsələn, nədən? Bəqərə surəsi 189-cu ayədə Mütəala Allah buyurur, Yəsəlunəkə anil əhillə, təzə doğulmuş aylar barəsində sual edirlər. Ya Peyğəmbər, denən o Allahın təyinlədiyi vaxtlardır. Baxmayaraq, bəşər bugün o vaxtlara da baxmır. İstədiyi vaxtda Ramazanı başlayır, istədiyi vaxtda Fitr bayramını eləyir. Qarabağdan Qurban bayramı gəlir. İstədiyi vaxtda Allahın vaxtlarını gözləmədən Allah bir dənə lampa, bir ay asım oradan. Deyir, ayı gör, məsələn, orucluğa başda, ayı gör, orucluq qutar. Ona əhəmiyyət vermədən nəfsi istəklərdən ona da əl aparıblar. Bəqərə 215-də Allah təbarəkdə infaq barəsində buyurur, xərcləmə barəsində. Bəqərə 219-da içki qumar barəsində Allah buyurur, səndən soruşacaqlar. İsra surəsi 85-ci ayədə Yəsəlunəkə anir-ruh, ruh barəsində səndən soruşacaqlar. Qulir-ruhu min əmri Rəbbi, de ruh mənim Allahımın bir məxluqudur, əmridir. Səndən soruşacaq, Allah cavabında qul, sən belə de, cavablarını da Allah Teala buyurur. Ənfal surəsində ilk ayədə Mütəala Allah buyurur, Yəsəlunəkə anil ənfal, bölünməyən qənimətlər barəsində soruşacaqlar, belə de, ya Peyğəmbər. Və yaxud Yəsəlunəkə anil saə, Əraf surəsi 187-ci, mən bunları deyirəm ki, baxasız yerlərin. Əraf surəsində Mütəala Allah 187-ci buyurur ki, Yəsəlunəkə anil saə, qiyamət günündən səndən soruşacaqlar, ya Peyğəmbər. Qul de, cavabları budur. Məsumlardan çoxlu sual-cavab var. Peyğəmbərdən, imamlardan o qədər sual-cavablar var, onlar cavablarını da veriblər. Quran-ı Kərim bizə bir yol öyrədir. Soruşan insan gərək həm səbirli olsun, həm də sualı aldığı cavab, sualın aldığı dəqiq cavabdırsa, o cavaba təhəmmül eləsin. Özünə sərf eləməyəni gözləməsin. Məsələn, biri sual verir, deyirsən belədir, yoxa belə ola bilməz. Deyirsən, Allah müsafirdən oruc istəmir, səfərə getdin, oruc lazımdır, tez qayıdır, özü üçün bir şey düzəltmək istəyir. Qabaq atla, dəvə iləndir, indi təyyarə ilə gedirəm, bunu mən niyə tutmayayım ki? Qardaş, Allahın buyurduğudur, sualın cavabını aldın, səbr elə, onu qəbul elə, niyə, nə üçün qoyma arxasında. Musa Peyğəmbərlə Xızır Peyğəmbərin əleyhissalamın Allah Teala Kəhf surəsində hadisəsini xəbər verir. Xızır Peyğəmbər bir işlər görür, 3 dənə iş görür. Musa Peyğəmbər hey sual eləyir. Niyə belə elədin? Niyə belə elədin? Səbirli olmaq lazımdır, nəticəni gözləmək lazımdır. Məsələn, sual eləyir, İbrahim Peyğəmbərin atası neçə il yaşayıb? Tutaq ki, dedim neçə il yaşayıb. Sən, nə faydası var sənə? Faydalı suallar ver. Filan səhabənin xalası oğlunun adı nə idi? Nə inirsən? Sənə fayda verən şeylərlə doldur başını. Faydasız suallar vermə. Bir dəfə Kərbəlayı bilir, məclisdə moizəyə başlayanda məclis mollası deyir, o şimşək çaxdıran mələyin adı nədir? Sual verir. Faydalı şeylər. Bəli, Allah o sual verənə də rəhmət eləsin inşallah. Həzrəti Əli əleyhissalamla soruşur, gəldim çatdım məqsədimə. Bir sual. 356-cı kəlimat-ı qisarda, qısa kəlamlardandır. Belədir, o Mizanül Hikmətdə də, 4-cü cilddə də bir neçə yerdə bu var.
anhu aleyhissalam, Ali aleyhissalamlandı. Lemma qile lehu aleyhissalam, bir zaman ki soruşuldu İmam Ali aleyhissalamdan, suala baxın. Lav sudda ala raculin babu beytihi ve turike fihi min ayne ya'tihi rizquhu min haythu ya'tihi eceluh. Soruşurlar, ya emirel müminin, ya Ali, eğer bir kişini salalar bir bağlı qapı arasında, bağlayalar arxadan, zindana bağlayalar. Bəs orada onu tək buraxalar. Onun ruzisi hardan gələcək? Axı Allah təbarək və Teala vədə verib Hud surəsi 6-cı ayədə və ma min dabbətin fil ardı illə aləllahi rizquha və ya'lamu mustaqarraha və mustavda'aha. Elə bir canlı yoxdur ki, Allahın öhdəsində onun ruzisi olmasın. Ruzilər, bütün varlıqların ruzisini Allah öz öhdəsinə götürüb. Allah o ruzinin qərar tutduğu məkanın hamısını bilir. İndi sənə sual verirəm, Allah belə buyurub, adamı saldılar bir otağa, hər yerdən bağladılar, əlaqəsini kəsdilər. Hardan gələr onun ruzisi? Əmirül-Möminin əslam dərhal cavab verir. Min haythu ya'tihi eceluh. Əcəli hardan gəlib içəri girirsə, ruzi də oradan gələr. Əcəl də Allahdandır, ruzi də Allahdandır. Bu sual alimləri vurub bir-birinə. Yeni hələ burada da məqsədim bu deyil ha. Məqsədim ayrı şeydir, gəlib çıxacam inşallah. Bu sual da alimlər arasında ixtilafa səbəb olub. Alimlər müzakirə ediblər. Deyirlər, imam bu cavabı verib. Axı, ruzi üçün ləvazimat lazımdır. Çörək lazımdır, su lazımdır, yemək lazımdır. O bağlı otağa yemək hardan gəlsin, girsin. Əcələ ləvazimat lazım deyil. Allah əmr elədi, olacaq. Ölüm mələyi götdü, ruhu apardı. Buna çay çörək lazım deyil. Alət lazım deyil. Amma ruziyə ləvazimat lazımdır. Burada bir cavab. İmamın cavabı bundan ibarətdir ki, bu soruşan Allahın qüdrətin sual altına qoyur. Allah qadirdirmi ki, o bağlı yerdə ruzi göndərə? Əllərini ağrımasın, Allah kömək. Bir salavat deyək, Muhammed Allah. Allahın qüdrətin sual eləyir. Allahın qüdrəti varmı o bağlı yerə ruzi göndərə? Cavab, bəli. Allahın qüdrəti şəksiz şübhəsiz çatar. Birinci, bunun mənası bu deyil ki, oturasan bağlı evdə, gözləyəsən bacadan Allah yemək salacaq ora. İmam Sadiq əleyhissalamdan bir nəfər, İmam Səccad əleyhissalamdan bir nəfər soruşdu ki, ağa, mənə bir dua elə, evdə oturum, ruzum gəlsin. Həzrət burada qarışqadan acizsən, Allah qarışqada göstərib ruzu qazanmağın yolu. Sən çıx, Allahı yetirəcək. Sən ya Allah de, ruzu dalayacaq, evdə oturma. Quranda amma bu sualın cavablarının misalları var. Nədən ibarətdir? Əshab-ı Kəhf. Quran buyurur 300 il və ya 309 il Allah onları yatırtdı o mağarada. 300 il, 309 il, bunu da deyim keçim. Əli Aleyhisselamdan soruşurlar, Allah niyə 2 tarix deyir? 300 il desin ya 309 il? Əli Aleyhisselam buyurur, 300 il miladi təqvimi bərabərdir 309 il qəməri təqviminə. Allah hər iki təqvimlə buyurur. Əshab-ı Kəhfi 309 il Allah təbarək və təala orada necə ruziləndirdi? Bağlı bir yerdə, mağarada. Və yaxud da bir xanım barəsində Allah Teala Qur'an-ı Kərimdə Məryəm surəsi 25-ci ayədə Məryəm xanım Allah Təbarək və Teala buyurur: "Huzzi ileykə bi ciz'in nəxləti tusaqit aleykə rutaban caniyya." Ya Məryəm, o quru xurma ağacını silkələ, o xurma quru, yaşıl yox. Quru xurma ağacından sənə təzə tər xurmalar tökülsün. Allah buna qadirdir. Bəli, ibadət mihrabında Həzrəti Məryəmə qışda yay meyvələrini Allah Teala göndərir. Yunus Peyğəmbər balığın qarnında 40 gün qaldı. Hardan ruziləndi? Bunlar Allahın möcüzələridir. Musa Peyğəmbərin əsasıdır, dəryasının açılmasıdır, hörümçək torunun Peyğəmbəri qorumasıdır. Bunlar Allahın möcüzələridir. Bəli, Allahın qüdrəti var. Əcəl gələn yerdən ruzu da göndərər.
Ar-rizqu rizqan Əmirül-Möminin Əsəlam 376-cı kəlamında, o 365-dir, bu 376-cı qısa kəlamında, Nəhcül-Bəlağa kəlamıdır. Həzrət buyurur, Ar-rizqu rizqan. Bax, məqsədimə yavaş-yavaş yaxınlaşıram. Ruzi iki cürdür, qardaşlarım, bacılarım. Rizqun tatlubuhu və rizqun yatlubuk. Bir ruzini sən tələb edirsən, dalıca düşürsən, bir ruzi sənin dalıca gəlir. Sənin arxasıca getdiyin ruzi var, bir də sənin dalıca sürünən ruzi var. Necə yəni? Onlar bir ayrı bəsdir ki, bir dəfə ondan bəhs eləmişik. Allahın lütfidir, ehsan edir. Bir də görürsən, Allahın yol açmağı var. Adi bir şeylə görürsən, ruzi yetirir, gəlir, səbəb salır. Amma qardaşlarım, bayaq sözümə işarə edim, ruzi evdə oturanda gəlmir, o qarışqa məsələsini ərz elədim. Hədis oxuyuram bir-iki dənə. Peyğəmbərimiz buyurur, Afdalul əmal kəsbul halal. Əməllərin ən fəzilətlisi halal qazanmaqdır. Ruzinin şərtləri var. Ruzi qazanmağın yolları var. Birinci halal olmalıdır. Birinci ruzi qazanmaqda halal ruzi tapmalısan, halal qazanmalısan. Haram ruzi deyil. Allah ruzi yetirir, haramdan gələn o Allahdan deyil. Allahın ruzisi halaldır. Bir, yadınıza saxlayın, bir neçə bənd deyəcəm. İkincisi, İmam Sadiq ağa buyurur, uğdu ila izzikə. Gedin izzət axtarışına, izzətin dalıca. Deyirlər, ağa, izzət nədir? İzzət əziz olmaq, böyük olmaq, Allahın əzizinə çevirmək. Həzrət buyurur, izzət halal ruzi dalıca getməkdir. İkinci məsələ ruzi qazanmaq məsələsində, bu ruzi qazanmaq vacib ibadətlərə mane olmamalıdır. Mən gedirəm, işləyirəm, günorta namazım qılmayım və yaxud da namazıma mane olsun, orucuma mane olsun, xanımın hicabına işləmək mane olsun. Allah ruzi verəndir. Mən işə görə xanım hicabını atsın, kişi namazını tərk eləsin, orucunu atsın, bu icazə verilmir. Ruzi vacib ibadətlərə mane olmamalıdır. Hardan deyirəm? Nur surəsi 37-ci ayədə mütəal Allah buyurur, Əudu billah. Ricalun la tulhihim ticaretun və la bey'un an zikrillah və iqamis salat və itaiz zakat yəxafuna yevmən tətəqallabu fihil qulubu vəl əbsar. Kişilər, Allah kişilərdən danışır. Ricalun, kişilər, o kişilər ki, onları heç bir ticarət, heç bir alış-veriş Allahın zikrindən saxlaya bilməz. Və iqamis salat, namaz qılmaqdan heç bir ticarət onları saxlaya bilməz. Zəkat verməkdən heç bir ticarət onları saxlaya bilməz. Onlar, bu kişilər niyə belə eləyirlər? O qəlblər dəyişən, gözlər dəyişən gündən qorxarlar. Yəxafuna yevmən tətəqallabu fihil qulubu vəl əbsar. Gərək ibadəti heç bir ruzi dalıca getmək saxlamasın. Hələ mənim bugün filan ruzidaca gedirəm. Məsələn, cümləyə gəlməyənlərin əksəriyyətinin bəhanəsi budur. Əşi, mən halal ruzi, mən ruzi dalıca gedirəm də neyniyim? Yaxşı, cümə dedim, qoy elə cümədən deyim. Peyğəmbər sallallahu aleyhi ve sellem cümə namazı qılanda Mədiniyə Şamdan karvanlar gəlirdi. İbadət edəndə şeytan gəlirdi, amma Peyğəmbərimiz üstü açıq məsciddir, görsənir də çöl, açıq yerdə Peyğəmbər məscidi. Peyğəmbər namaz başlayırdı cümə xütbəsinə, görürdü, Şamdan karvanlar gətirir. Karvan da gələ-gələ deyirdi, ipək gətirmişəm, məsələn, filan şey gətirmişəm. Qoyurdular Peyğəmbəri danışa-danışa cümə xütbəsində, çıxırdılar, gedirdilər. Allah ayə göndərdi. Cümə surəsi 11-ci ayə. Və izə rəəv ticarətən əv ləhvənin fəddu iləyhə və tərəkuqə qaima. Qul ma indəllahi xeyrun minəlləhvi və minət-ticarə vallahu xeyrur razıqin. Ya Peyğəmbər, elə ki ticarəti və ya əyləncəni görürlər, qaçırlar ona tərəf, səni ayaq usta qoyurlar tək. Peyğəmbər qalırdı. Adam buna baxıb təsəlli tapır. Peyğəmbər qalırdı ayaq üstə danışa-danışa, bunlar gedirdilər əyləncə və yaxud da ticarət dalıca. Ya Peyğəmbər, onlara denən Allahın yanında olan həm əyləncədən, həm dualıverdən xeyirlidir. Allahdır ruzilər verənlərin ən xeyirlisi. Cümə namazı həftədə bir dəfə ilahi seminardır. Öz ruhu təzələmə günüdür.
Mümkün qədər bir saatı ayır axirətə cüməni. Cümə kasıbların həccidir, Seyyidül Əyyamdır, Allahla rabitədir. Bəli. Növbəti, burada bir dənə deməli nöqtə, tərəkkukə, ya Peyğəmbər səni tərk edilir. Allah demir namazı tərk edilir. Peyğəmbəri tərk eləmək olmaz. Allah höccətin tərk eləmək olmaz. İkinci məsələ, ruzi məsələsində, qazanc məsələsində gərək qardaş şəriətin hökmlərinə əməl eləyəsən, halal haramı gözləyəsən və yaxud da üzümü əkəsən, üzüm əkmək yaxşıdır, meyvə satmaq niyyətlə, üzümü əkəsən şərab istehsal eləməyə, Peyğəmbərimiz 15 dənə lənət göndərib şərabın istehsalına, bir də onun ağacın əkənədir. Tut əkəsən, deyəsən ki, bundan mən çaxır düzəldəcəm, bu elə əvvəldən şəriətin hökmün pozmaqdır, niyyət xarabdır. Bəli, növbəti bir məsələ, qazancda əxlaqı gözləyəsən. Qazancda əxlaqı gözləyəsən. Nədir o? Əmirül Mömin Əsəlam gəldi, bazarda durub, Küfə bazarında deyir, ya məşərət tüccar, burada inşallah tacirlər olsa eşidər sözümü, ay tacirlərin dəstəsi, Əmirül Mömin Əsəlamın kəlamı tacirlərə müraciətdir. Həzrət buyurur, ya məşərət tüccar, qəddimul istixarə, xeyr işlərlə məşğul olun, xeyr işlərdən görün. Və tətəbərrəku bis-suhulə, təbərrəku bis-suhulə, bərəkət tapın insanlara asanlıq yaratmaqla, çətini salmayın müştəriləri. Vəqtərəbu minəl mütəbain, müştərilərə istilik göstərin. Qapıdan müştəri girəndə bil ki, Allah onun əli ilə sənə ruzu göndərib. Qaşqabaq tökmə, özü böyük görmə. Çıx onların qarşısına, denən xoş gəlibsən, gələn ayaqların var olsun. İmam Səccad əleyhissalam bu ruzunun artmağına səbəbdir. Çünki Allah nemət göndərib, sən Allahın nemətinə qaşqabaqla vəliyi nemətdir müştəri. Gəldi bir şirin sözdür. Bazarda görərsiniz, kim şirin rəftar eləyir, həmişə onun üstünə müştəri çox qarar. Ciddi adamın girərsən dükarına, bu havası adamı qovar. Ucuz verər, amma onun müştərisi az olar. İstilik göstər. Yaxınlaş müştəriyə, Allah göndərib onu. وَتَزَيَّنُوا بِالْحِلْمِ, yumşaqlıqla, helmlə, həlim olun, zinətlənin. وَتَنَاهَوْا عَنِ الْيَمِينَ, and içmədən çəkinin. And ruzunun bərəkətini artır. Allah haqqı ilə bunu bu qiyməti almışam, sənə də bu qiyməti verir. Allah haqqı qazancım yoxdur. Allah qazancı vurub aparacaq. Qoy, sən ki and içdin Allaha, dedin heç qazancım yoxdur, elə mayasını verirəm, qazanc görməyəcəksən. Axirət zamanın bəlalarından biri budur ki, tacirlər elə səhərdən axşamadan çalışacaq, çıxacaq sonra deyəcək, alver yoxdur. Elə bankrot oldum, elə zərərə getdim. Və təcanəbul kədib, yalandan qorunun. Demə bu qiyməti almışam, sənə də bu qiyməti. Niyə yalandan danışdın? Deyən qardaş, bu qiyməti budur. Vansiful məzlumin, məzlum adamlardan insafla rəftar eləyin, insafsızlıq eləməyin. Əlüyə bir xam adam düşən kimi yükləmə onu qiymətlə. Və la təqrəbu ər-riba, ay tacirlər, faizə yaxınlaşmayın. Riba haramdır, adını alver qoyub pulu faizə vermə. Allahla düşmənçilik eləmə, riba, faiz haramdır. Və əvful keylə vəl mizan, ay tacirlər, ticarətdə ölçüyə, biçiyə, tərəziyə diqqət edin. Aman da əskik satmayın. Allah Quranında vəylüllil mutaffifin deyir, əskik satanların vay halına buyurur. Üçüncü məsələ, qazancda ictimaiyyəti gözlə. İctimaiyyətin haqqın basıb yemə, xumsuy ver. Zəkatı ver, sədəqəyi ver, ehsanı ver, borc üçün gələni borc ver, əgər qaytaran adamsa, tək kəsə olma, tək hamısı mənimdə olmasın. İnsanların məsuliyyətin, gəlirəm sözümün yavaş-yavaş sonuna, insanların məsuliyyətin boynuna, öhdəsinə götürən adamlar ehtiyatlı olmalıdır. Bir qovma, bir cəmiyyətə rəhbərlik edən insanlar çox ehtiyatlı olmalıdır. Əli əleyhissalam niyə buğda yemədi? Niyə görə köynəyi, yamaqlı köynək geyirdi? Çünki buyururdu ki, mənim əlimin altında olan insanlardan ola bilər biri geyməyə paltar tapmaz, biri yeməyə yemək tapmaz. Ona görə mən buğda yemirəm. Bəzi insanlar var ki,
Ruzidən söhbət gəldim, ona görə buradan qutarıram sözümü. Qardaşlar, bir dəfə ruzinin bərəkəti var. Bir də cəmiyyətdə elə insanlar var ki, o qədər bu xeyir işlərlə məşğullar, özləri çevrilib olurlar bərəkət mənbəyi. Hara ayaq qoydular, ora bərəkət tapır. Gəlir, qoşulur bir kollektivə, görürsən kollektivdə nə qədər oyanış oldu. Nə qədər insan onun hesabından, məsələn, ruziləndi. Mən bərəkətli insanlardan, Allahın nümunələrindən deyəcəm, adi insanlardan yox, bilək bərəkətli insanlar kimdir? Məsələn, İbrahim Peyğəmbər getdi Babildən, İraqdan getdi, körpə uşağın, xanımın götürdü, getdi. Məkkə yox idi, dağın daşın arasında, bir ot bitməyən yerdə xanımı ilə uşağın qoydu, dedi, ilahi, mən övladımı qoyuram bir göyərti olmayan yerdə. Bir göyərti olmayan yerdə ayağın qoydu, öyrən, Məkkə bu günləri dünyanın bərəkət mənbəyinə çevirilib. Allah oradadır, qibləmiz oradır, dağdaşın arasında. Bərəkət mənbəyi oldu İbrahim Peyğəmbər və İsmail Peyğəmbər əleyhimussalam. Resulullah sallallahu aleyhi ve sellem Məkkədən gəldi Mədiniyə, Mədinə Yəsrib idi, döndü oldu Mədinə, dünyanın ən mədəni yeri. 23 illik ömrə baxın, dünyaya nələr gətirmədi Peyğəmbər, nur gətirdi. Həzrəti Yusuf'un da filminə baxıbsınız. Kənandan Misrə getməyin yadınıza salın. Misir bir bütxanı idi. Misri necə elədi? Bir mədəniyyət mərkəzi. Tohid məktəbi elədi. İnşallah İmam-ı Zaman əleyhissalamın da dünyaya gəlişi bənzədiblər. Yusuf Peyğəmbər necə Misrə gedəndə Misir Gülüstana çevrildi. Dünya aclıq çəkirdi, Misirdə buğda çıxmışdı boğaza. Dünya bütpərəstliyi ilə Misir oldu tohid əhli. İmam-ı Zaman əleyhissalam necə Yusuf Peyğəmbər Misri cənnətə çevirdi, İmam-ı Zaman əleyhissalam da ayağını dünyaya qoyanda inşallah, yəni zuhur eləyəndə dünya Gülüstana çevriləcək. Allah o günü tezləşdirsin inşallah. Amma bəzi insanlar da var, söz hardan hara gəldi, bəzi insanlar da var, bərəkətsizliyin özüdür. Hara ayağın qoydu, orada bərəkətsizlik, qırğın, qiyamət olur. Monqolların dünyanı işğal eləməsi yadınızdadır, oxuyubsuz tarixdən. Hara qoyublar, ayaqların dünyanı xaraba qoyublar. Dünyanı xaraba qoyublar. Firon bu günləri də, bugün, gəldim çıxdım sözümün sonuna. Bugün bərəkətsiz insanlar dünyanın nizamını pozurlar. Zamanın fironları, 2 dənə firon düşüb dünyanın üstünə, güya biz dünyaya demokratiya getiririk. Hara ayağın qoyurlar ki, o ölkə daha özünə gələ bilmir. Allah onların murdar ayaqların dünyadan kəssin inşallah. Hara ayaqların qoyurlar, orada bir bərəkətsizlik yaranır. Mən bir qardaşın çıxışında bunu eşitdim, xoşuma da gəldi. Deyir, dünyanın, bu yer planetinin qabiliyyətini Allah elə yaradıb, 100 milyard insanı dolandırmaq qabiliyyətinə malikdir. Qardaşlardan biri dedilə, bu Bakı ilə Sumqayıtın arasında bu boş sahəyə bütün Azərbaycan yerləşərik. Amma bilmirəm necə olubsa, yerin qiyməti qalxıb hara, cəmaat yer tapa bilmir məsələn, elə bir plan qurublar. 100 milyard insanı bu yer planeti yedirdib, içirdib, yola salmaq qabiliyyətinə malikdir. Amma elə ədalətsiz bölgülər gedir, dünyanın bir tərəfi Amerikada buğda ambarlarda çürüyür, tökürlər okeana. Somalidə insanlar acılıqdan dərisi sümüklərinə yapışıb acından qırırlar. Bir dəstə insan cəmaatın haqqını tutub əl-əlindən. Və bu günləri Epstein qəhrəmanları dünyaya insan azaltmaq proqramları işlədirlər. Dünyada deyirlər, biz insan çox olmamalıdır, biz olmalıyıq. Proqramlar hazırlayır, dünyada müvəffəq də olublar, amma olmayacaqlar, Allah alacaq qarşısın. Məsələn, yaşadığımız cəmiyyətdə, qardaşlar, mən bunu yana-yana deyirəm, bir zaman olar, indi birdən təhvil alanmasaq, bir zaman bunu yaşayırıq, daha doğrusu yaşayanlar bilər. Məsələn, bir zaman çox uşaqlılıq müsəlman aləmdə Peyğəmbərimiz çoxaldın müsəlmanları, mən fəxr eləyərəm. Qoy müsəlman ruzi qorxusundan uşaqlarınızı öldürməyin, çox uşaqlılıq vardı. Gəldi düşdü 2 uşaqlığa, 3 uşaq olanlar üstdən aşağı baxırlar. Deyirlər, sən nə iş görübsən, nə xəta edibsən. 2 uşağın biri atanın əvəzində, biri ananın əvəzində. Millət azalır, müsəlman azalır.
Artıma baxın, elə kəndlər var bu günlər yaşadığımız ölkədə, birinci sinifə gələn il getməyə artıq uşaq yoxdur. Məhvə gedir müsəlman, buradan azaldır. O yandan qurulmuş ailələri dağıdır, bu yandan da cavanlar qorxudan evlənə bilmir. İndiki nəsil, cavanların %80%-i artıq 30 yaşı keçib evlənə bilmirlər. Bu, müsəlman aləminin, ümumiyyətlə dünyada insanın qlobal azalmasıdır. Bu, həmin dünya firavunlarının çəkdiyi planlardır ki, Allah müsəlmana tez ayılıb bu oyundan nicat tapmaq fərasəti versin inşallah. 8 milyar, mən dedim 100 milyard insana çatar. 8 milyarda qədər dünyada insan var, 8 milyarda ruzu çatmır. Bilirsiniz niyə? Çünki Amerikanın təkcə əhalisi 5 dünya əhalisinin 5%-ni təşkil edir, 5% isə dünya əhalisinin 40%-nin payını yeyir. Bu 40%-nin payını bu yanda, 40%-nin bu yanda cəmaat dünyada əzab çəkir ruzidən. Mən sonda bir məsələni də işarə edeyim, ərzim tamam olsun. Quran-ı Kərimdə Allah təbarək və təala Bilqeysin, Səba məlikəsi Bilqeysin bir cümləsin Allaha xoş edib salıb bura. Süleyman Peyğəmbər məktub göndərir ki, günəşpərəstlikdən dönün Allaha tərəf. Onlar deyirlər ki, gəl biz müharibə eləyək. Əyanlar deyir. Səba məlikəsi Bilqeys deyir ki, yox, müharibə xaosdur. Müharibə dağıdıcılıq qabiliyyətinə malikdir. Nədir? Qalət innəl mülukə izə dəxəlu qəriyyətən əfsəduha və cəalu əizzətə əhliha əzillətən və qədəlikə yəfəlun. Nəml surəsi 34-cü ayə. Deyir, elə ki, şahlar, o qüdrətli şahlar daxil olurlar bir məntəqiyə, oranı xaraba qoyarlar, oranın əzizlərin zəlil eləyərlər, onların işləri budur. Müharibədən qaçmaq lazımdır. Amma bunlar girdi xaos yaradırlar. Gəlin ona hədiyə göndərək. Hədiyəni qəbul eləsə dünya əhlidir. Hədiyə ilə yola verək. Yox, hədiyəni qəbul eləməsə bil ki, həqiqi Allah nümayəndəsidir. Gedək ona iman gətirək. Hə, bu insanlar, belə insanlar hara dəydi dünyanı xaraba qoyarlar. Mən bir dəfə demişəm burada, yeri gəl deyirəm. Dünyada ümumiyyətlə 3 cür insan var. Bir dəstə insan varlığı vacib olan insanlardır. Onlar olmasa dünya onların yoxluğunun əziyyətini çəkir. Allah bizi belələrindən eləsin. Bir dəstə insan var, onlar olmasa yaxşıdır. Onlar olanda cəmiyyət baş ağrı verir. Bir dəstə insan var, fərqi yoxdur, olsa da olur, olmasa da olur. Allah bizi o birincidən eləsin. Həccac İbni Yusif 90 min müsəlman öldürən Əməvi valisi, Küfə valisi bir gün bir nəfərə dedi ki, məni dua elə, ürəkdən dua elə. Dedi, səmimi dua eləyim, sənin xeyri və dua eləyim, amandıyam, məni öldürməzsən ki, dedi, hə, dua elə. Dedi, Allah səni bu gün öldürsün, cəmaat sənin özündə nicat tapasan bu günah eləməkdən, cəmaat da sənin şərrindən amanda qalsın. Allah dünyanın həccac kimilərin bu gün öldürsün inşallah, dünya müsəlmanlar onların şərrindən amanda qalsın. Bismillahirrahmanirrahim. والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. صدق الله العلي العظيم.